Mart ayının 13'ü. Yine Laçın rayonunun Hacılar kəndindəyik. Ayın 13'üdür, Mart ayının 13'ü. Yine gelmişik, rəhmətlik Süleyman dayıgilin məhləsidir. Gelmişik, bax onların da həyətində çox gözəl belə mağaralar var. Burada onu da vurğulayım ki, ordumuz ilk Laçına daxil olarkən üzdən İraqlar burada yaşayırmış və heyvandarlıqla məşğuluymuşlar. Bura çox böyük mağaradır. Təxminən ən azı 10 metr. Bax burada o vaxtı məlumat verirdilər ki, biz girdik. Mən şəxsən özüm eşitmişdim. Bir nəfər deyirdi ki, biz girdik. Onlar burada təzə çıxmışdılar deyir. Çünki peç yanırdı və üstündəki su istiydi. Hər Laçının demək olar ki, bizim kəndimizin hər bir kəsin həyətində bax belə çox böyük mağaralar var. Allah bu evdən, bu ocaqdan da dünyasını dəyişən ağsaqqallarımıza, ağbirçəklərimizə rəhmət eləsin. Bax burada deyilənlər düzdür. Çünki üzdən İraqlar burada yaşayırlarmış. Baxın, istifadə elədikləri qabları, qaşıqları da burada qalıb və buradan da o tərəfə yol açıblar. Bilmirəm zamanında mı açıblar yoxsa belə hər yerdə çox gözəl mağaralarımız var. Yəni burada evlərin tikilməyinə belə deyək. Belə ehtiyac da yoxdur. Çünki gələn gəlir öz həyətində bax belə qəşəng burada yaşamaq olar. Quşlar burada yuva qurublar. O üzdən İraqlara aid olan əşyalar. İnşallah ki o murdarların ayağı bir də bu torpaqlara dəyməsin. Allah ordumuzu, dövlətimizi qorusun. Allah şəhidlərimizin məqamını uca eləsin. Rəbbim qazi balalarımızı, qazi qardaşlarımız tezliklə sağlamlıqlarına qovuşsunlar. Unuda bilməyəcəyimiz şəhid oğulların valideynləri qarşısında da baş əyirik. Allah ordumuzda hal-hazırda xidmət eləyən bütün zabit və əskərlərimizi qorusun inşallah.